Bir xəstəyə həyat verən sadəcə həkim olmur. Arxa planda böyük bir komandanın təcrübəsi və əməyi dayanır. Tibb bacı və qardaşları isə bu komandanın əsas parçalarından biridir. İllərdir ki, bu peşə Azərbaycanda inkişaf edir, amma bir sual açıq qalırdı. Tibb bacılığı ali təhsil səviyyəsinə keçməlidirmi? Bu sual 2020-ci ildə cavabını tapdı. Belə ki, Azərbaycan Tibb Universitetində tibb bacısı işi ixtisasının açılması ilə bu sahə yeni mərhələyə qədəm qoydu. Bu zamansa yeni müqayisə predmeti ortaya çıxdı. Tibb bacı və qardaşı olmaq üçün subakalavr təhsili yetərlidir, yoxsa mütləq bakalavr təhsili seçilməlidir? Biz düşünürük ki, biz bakalavr səviyyəsində, master səviyyəsində və doktor səviyyəsində tibb bacıları, tibb qardaşları yetişdirməliyik. Nəyə görə? Çünki kollecdən məzun olmuş bir tibb bacısı, tibb qardaşı, onun belə deyək, karyer imkanları məhduddur. Yəni bir müəllimlik, hocalıq eləyəcək səviyyə çıxa bilmir. Çünki onu etmək üçün Azərbaycan qanunvericiliyində ki, bu dünyada da belə qəbul olunub, master səviyyəsində, bakalavr səviyyəsində olmalısınız ki, siz müəllim ola biləsiniz. İndiyə qədər desəniz ki, kimlər yetişdiribdir tibb bacılarını bizim ölkəmizdə? Daha çox həkimlər və digər tibbi peşələrdən gələn, akademik yüksəlmə şansı olan mütəxəssislər yetişdiribdilər. Hər birinə çox minnətdarıq. Ancaq reallıq var. Sahədə, xəstə başında tibb bacısı işini birə-bir görməyən insanlar nə dərəcədə bu peşənin tədrisi ilə məşğul ola bilərlər? Çox uzağa getməyək. Qardaş Türkiyədə tibb bacı və qardaşlığı ixtisası çox qısa zaman ərzində subakalavr təhsilindən bakalavr təhsilinə keçdi. Aslında lise seviyesi çok erken gibi görünmekle birlikte bir temel atmış oluyorsunuz. Yani çekirdekten bir nevi meslek erbabını yetiştirmiş oluyorsunuz ama onların ileriki aşamalara geçişleri, yani meslek içerisinde yoğruldukça daha üst düzey eğitim alma taleplerinin de karşılanmasının önemli olduğunu düşünüyorum. Çünkü bu bir mesleki gelişim aslında. Her ne kadar erken yaşlarda aldığınız eğitimle sonraki eğitim müfredatı birbirine yakın olsa da bunu hangi öğrenmişliklerle üstüne yeni bilgileri eklediğiniz bence çok önemli. Bizde kolejden mezun hemşireler genellikle sadece vital ölçebiliyorlar. Diğer gelişimsel şeylerde bulunamıyorlar. Daha önceki sistemlerde evet vardı kolejlerimiz ama artık onlar kapatılıp tamamen 4 yıllık fakülte sistemine dönüştü ve oradan mezun hemşirelerin daha fazla yetkinlikleri bulunuyor. Kolej bitiren hemşireler genellikle girişimsel işlemler ağırlıklı oluyor ama fakülte bitiren hemşire hem girişimsel işlem hem de teorikle bunu buluşturabiliyor. Ben bir hemşire olarak sadece damar yolu açmıyorum, ilacı uygularken de aynı zamanda ilacın yan etkisiyle beraber daha geniş bir perspektiften bakabiliyorum. Tibb bacı və qardaşlığının kolleclərdə necə mütəxəssislər yetişdirdiyini elə kolleclərin öz dilindən eşidək. Proqramlarımız demək olar ki, eynidir. Əmək bazarında da bunların fəaliyyəti eynidir. Dünyada bütün tibb sahəsində tibb bacılığı, qardaşlığı ixtisası bakalavr dərəcəsində alınır. Sadəcə bizdə həm subakalavr dərəcəsində, həm də bakalavriat, son illərdə bakalavriat dərəcəsində tədris olunur. Biz əgər inteqrasiya ediriksə inkişaf etmiş ölkələrə, o inteqrasiya, yəni tədris olunmalıdır bakalavr səviyyəsində. Amma hal-hazırda kolleci bitirən, yəni subakalavr dərəcəsində olan məzunların əmək bazarında həm onlara daha çox ehtiyac duyulur, həm iş fəaliyyətləri, həm bacarıqları, həm vərdişləri bakalavr dərəcəsini almış son illərdəkilərdən eyni olduğuna görə belə bir böyük bir fərq görülmür. Bugün məsələn bizim əvvəldən olan bu subbakalavr təhsilimiz heç də bakalavr təhsilindən geri qalmır. Bakalavr təhsilində bəli, onların kreditləri bir qədər çoxdur, tədris ili çoxdur. Bu onu daha önəmli eləyir, ayrıca bir ixtisas olması üçün. Əvvəllər məsələn hər kursun sonunda, birinci kursun, ikinci kursun sonunda istehsalat təcrübəsi olurdu. Lakin son illər kredit sistemi olandan sonra bir semestr, tam bir semestr, axırıncı semestr 20 həftə ərzində bunlar istehsalat təcrübəsinə keçirlər. İstehsalat təcrübəsinə göndəriləndə biz təcrübə bazalarına müqavilə bağlayırıq. Əvvəlcədən təcrübə bazalarına məktublar göndəririk. Hansı qrup göndəriləcək, həmin qrup hansı ixtisası keçir, məsələn tibb bacısıdır, mamadır, ixtisasından asılı olaraq
və həmin onlara proqram göndəririk ki, bunlar proqram üzrə nəyləri, hansı manipulyasiyaları bilməlidirlər ki, sabah sərbəst işləyə bilsinlər və onlara metod rəhbərlər təyin edirik. Bugünkü reallıq nədir? Biz bu gün məsələn əvvəllər ancaq bunu dövlət hesablı xəstəxanalarda yerinə yetirirdik. Bu gün özəl klinikaların sayı çox olduğu üçün və tələbələr gələcəkdə özəl klinikalarda da işləmək ehtimalı daha çox olduğu üçün biz özəl klinikalardan da istifadə edirik. Bəs kollec tələbələri bu barədə nə düşünür? Bizim kollecimizdə ilk öncə birinci kursun birinci semestrində nəzəri fənlər daha çox keçirilir. Sonraki semestrlərdə həm təcrübə fənləri, həm də nəzəri fənlər paralel olaraq gedir. Və biz burada artıq praktikalara, kliniki bazalara, laboratoriyalarda manipulyasiyalar yerinə getiririk, təbii ki, müəllimlərin nəzarəti altında. Bu da bizim həm əl vərdişlərimizi genişləndirir, inkişaf elətdirir, həm də təhsilimizin daha da inkişaflı olmasına rol oynayır, yəni böyük rol oynayır. Məsələn, bizdə pediatriya fənni üzrə Mir Qasımov adına Respublika Klinik Xəstəxanasında keçirik. Orada uşaqlardan, tibb bacılarının onlar üzərində göstərdiyi manipulyasiyaları müşahidə edirik. Xəstələrlə ünsiyyətdə oluruq. Tibbi deontologiya, etikanı biz orada çox böyük şəkildə öyrənirik, yəni çox yaxşı. Kollecdə fənlərin nəzəriyyə hissəsini keçirik. Sonra isə bu nəzəriyyədə keçdiklərimizi praktikalarda, təcrübələrdə tətbiq edirik. Yəni bunlar da təbii ki, bizim daha yaxşı öyrənməyimizə səbəb olur. Yəni belə deyim, biz burdan sonra artıq iş mühitinə öyrəşmiş oluruq. Mən həyəcanlanan xəstəyə yaxınlaşanda təbii ki, birinci onun sakitliyini təmin eləməliyəm. Əvvəlcə onu sakitləşdirirəm. Sonra isə yavaş-yavaş qorxulmalı bir şey olmadığını izah eləyirəm. Ondan sonra təbii ki, işimizi görürük. Buradan sonra xaricdə təhsilimi davam elətdirmək istəyərəm. Aldığım təhsili çox yaxşı qiymətləndirirəm. Düşünürəm ki, gələcəkdə yəni təhsilimi ali təhsil yönümdə davam etdirsəm, mən digər qrup yoldaşlarımdan bir addım öndə olacağam. Çünki burada artıq baza biliyinə yəni sahib oluram. Mən əslində özüm ali təhsilliyəm. İkinci təhsil kimi, yəni 2 nömrəli Bakı Baza Tibb Kollecinə vermişəm. Düşünürəm ki, bu əslində mənim özümün uşaqlıq xəyalımdır. Nəinki ali təhsil almaq, yəni sırf burada oxuduğum tibb bazası ixtisası üzrə mən çox fəxr edirəm ki, 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbəsiyəm. Mən özüm də ikinci təhsilliyəm. Sosial iş ixtisasını bitirmişəm. İkinci ixtisasım olaraq tibb bazasını seçmişəm və DİM imtahanından qəbul olmuşam. Ən yüksək baldan qəbul olmuşam. Və ən sevdiyim əsasən ixtisas burada müəllimlərin mənə sevdirdiyi ixtisasdır ki, onların verdiyi əsasən mənə peşə, onların mənə verdiyi əsasən ixtisasıma uyğun olaraq tibb bacısının xəstələrlə davranışı, etikası və onların tibbi deontologiyası böyük rol oynayır. Tibb bacısının ilk kursundan artıq biz nəzəri biliklərə yiyələnirik. Artıq ikinci semestrdən biz müəyyən kliniki fənlər vardır ki, biz həm onu praktikalarda, həm də nəzəriyyədə keçirik və praktikada keçməyin əsas səbəbi odur ki, biz artıq nəzəriyyədə öyrəndiklərimizi praktikada tətbiq edirik. Bugün tələbələrin qarşısında kollec ya da universitet kimi 2 seçim var. Lakin burada əsas məsələ necə təhsil almaq deyil, necə mütəxəssis olmaqdır. Çünki ağ xalatın dəyərini yalnız diplom yox, bilik, bacarıq və insan həyatına verilən qiymət müəyyən edir.